Bugün 10 manatla bir günümü keçirtmeye çalışacağım. Yemək, içmək, əyləncə hamısı bu pulla. 10 manatla şəhərdə yaşamaq mümkündürmü? Videomu mütləq şəkildə sonuna qədər izləməyi tövsiyə edirəm. Bəli dostlar, 1 manatla çay sifariş verdik. İndi 9 manatımız qalıb. Çayımızı sürük. Yaxmanca. Bəli dostlar, 9 manatımız qaldı. İndi bu 9 manatla əyləncə, yemək və s. kimi bəzi şeylər etməliyik. İzləmədə qalın. Video bomba videodur. Sonuna qədər izləyin. Dostlar, gördüyünüz kimi fincanımı bitirdim, çayımı içdim. Limonum qalıb. İndi bunu bitirməliyəm. Bəli dostlar, indi isə PlayStation gəlmişik, PlayStation oynayacaq. Gəl. Bəli dostlar, gəlmişik PlayStation oynayaraq. Manchester United və Real Madrid qarşılaşması. Baxacağıq kim qalib gələcək. Evet, atmosfer şahane. Herkese iyi seyirler. Sevgili yönetmenimiz şimdi takımların saha... Bəli dostlar, Real Madrid United'e vurmuşdu az qalsın. Amma kaleci müthiş kurtarıyor. Bəli, gücdən zərbə mənim növbəm. Dostlar, sərbəst vuruşdu. Alexander vurur. Bələt azal. Direkt kaleye. İyi taşıdı, iyi oldu. Getmədi dostlar. Baxın dostlar, az qalsın gol getmişdi. Baxın, baxın. Of. Dostlar, 2 bot oyun oynayaraq hələ də hesab 0-0'dır. Nəyəsə inşallah baxarıq kim qalib gələcək. Baxın dostlar, bir daha gol şansını itirdim. Az qalsın gol olmuşdu. Dostlar, uzatmalar da tamamlandı. Hesab 0-0. İndi isə penaltı ilə gedirik. Gördüğünüz kimi mən 35 vuruş vurmuştum. Dostum isə 16 vurur. Penaltı atışlarına geçiyoruz arkadaşlar. United Real'a indi vuracaq. Dostlar, kurtardım şutu. Bunları göstərməməliyik. İndi vuracağım. Dostlar, gol attım. Sağ tərəfə vurdum. Kapıcı ortada durmuşdu. İndi mənəm. Oy, bir dostlar kurtardım. Dostlar, yenə də bax görürsünüz, yəni mən yes. 2-0 dostlar. İki farkla geriden kim atarsa en azından beraberliğe bir adım daha yaklaşmış olacaklar. İndi mənəm. Dostlar, 3-0 dostumu məğlub etdim. Mən qalib oldum dostlar. Vaxtı getirdi bu arada. Aynen. PlayStation'da oynadıq. İkisində də mən qalib oldum. 2 oyun oynadıq. İndi isə yeməyə gedirik. Hesabımız 3 manat oldu. Çaya 1 manat vermişdi, 9 manatım qalmışdı.
Bu arada 3 manat, 6 manatım qaldı. İndi yemək yeməliyəm. Sonra dostlar baxarıq da əyləncələrə. Yaxşı dostlar, keçərik. Bəli dostlar, PlayStation-dan çıxdıq. İndi yeməyə gedək dostlar. Sonra da baxacağıq da dostlar. Axşama qədər buradayıq. Dostlar göz haqqınızı halal edin. Dostlar yeməğimizi yedik. Hesabımız 3.50'dir. 1 manat 50 qəpiyim qalıb dostlar. İndi onunla da gedəcəm ayaq yoluna. Birazcık çətin məsələdir. Və dostlar şeydəyik. İndi adını çəkmək istəmirəm. Verəsə belə belə çubuq. Dostlar indi Səlman parkındayıq gördüyünüz kimi. Dostlar avtobusu da 50 qəpiyimiz getdi. İndi cebimizdə qalıb 1 manat qalıb, yoxsa 50 qəpiy. Nədə qalıb? 1 manat demək. Yaxın 50 qəpiy qalıb məncə. Nəysə 1 manat 50 qəpiy qalıb. Yəni aşağıda görərsiniz bir yanda. İndi dostlar burada gəzək falan. Əsgərliyimə də 10 gün qalıb. Oturmuşuq. Son günlər adamı sıxır. Siz də videoma aşağıdan like atmağı, kanalıma da abunə olmağı unutmayın. Orada da bir dənə əmi oturub. Tərs baxdım ana. Ne demiştim? Hani bir tane maşın koleksiyam var. Onlardan birisi de burada bir tane. Mercedes. Yeni dostlar böyle Mercedes almışam. O kadar beğenmirəm. Biraz rengi daha çok olsa yaxşı olardı ama yeniden idare eder. Yok ya. Allah Allah. Niye? Vay be. Bizans. Allah Allah. Oo. Çok süper maşında göz değmesin sonra 2 dəqiqə sonra avar olar. İnşallah bizi de kısmet olar. Kim layıqlısa ona kısmet olur. İnşallah. Gördüğünüz gibi dostlar hayır fəsildir. Burada da ufaktan su yoktu. Mən də su istedim. Sus kalmışam. İndi buralardan bir yerden su aktaracağım. Su içmek istəyirəm. Burada su. Dostlar burada bir tane tüplə tanışam. İnşallah su olar. Böyle de. Burada hiç ne yok. Ha su buradan geliyor. Ha. Dostlar bu 360 derece dönüyor. Uy, bıktım dostlar. Ne yaptı? Ha dostlar orada neyse su yoktu. Orada da su yoktu. Sus. Ben dostlar su gelmedi. Ben bunu sormalıyım. Evet temizleyirik açıca. Ben maşın gelir.
He. Neyse dostlar, şarkının gitmedi. Ve yumru Su gelmedi dostlar. Kime çekirəm su gelmedi. Neyse insanlar var. Nerede böyle bak. Su tapabilmedik. Yakın ki suları bağlayıblar. İndi sonuncu 70 kapıyımla gedirəm su almağa. Böyle bir yer tapmış olduqlar. Bu nedir? Bir tane vakit yazsın. Ha, başlayasın. Dostlar, 10 günə əskər gedirəm. Görürsünüz də amma. Neyse, yaşamadığım uşaqlığı yaşayıram. Murad işle gaga. Dostlar, mağazaya gidiyoruz su almaya. Dostlar, burada bir çekim var. Oh yes dostlar. Ha dostlar, suyumuzu tapdıq. Beleş yoldan suyumuz oldu. Bismillah. Sərdən dostlar su içməliyim. Dostlar, orada bir tane şey var, keçi var. Onun üstünden dırmanacağım. Dostlar, indi gəlib, yani birisi tutmasa yaxşı olar. Oradan da insanlar gəlir. Neyse, qacalar dinləmezlər. Dostlar, bu tərəfə baxın. Gəlməliyəm. Kənddən düşdüm şəhərə. Dostlar, videomuzun sonuna gəldik. Bugün şəhərdə 10 manat ilə bir gün keçirdik. Məncə maraqlı video oldu. Aşağıdan videoma like atmağı, kanalıma da abunə olmağı unutmayın. Belə videoların davamı üçün də kanalıma paylaşın. İnşallah tez bir zamanda böyüyərik. 10 gündən sonra əskər gedirəm. İnşallah sağ-salamat gəlib YouTube'a davam edərəm. Sağ olun, özünüzə yaxşı baxın. Allah Allah.